Nəsə sözünüz vardı. Mən elə bir nümunə də olaraq bir ay bundan öncəni məsciddə imam otağında əyləşmişdim. Bir nəfər, bir 35-40 yaşlı bir gənc yaxınlaşdı. Mənə ruzu duası yaz deyə müraciət elədi. Dedim ki, əziz qardaşım, biz dua yazmırıq. Bəli. Nə məsələdir? Dedim, mən ruzum yoxdur, işləmirəm və s. və ilaxır. Mən ondan soruşuram ki, sən heç bir iş üçün harasa müraciət eləmisən? Deyir ki, xeyr. Deyirəm, saat neçədə yuxudan durursan? Deyir, gündə 12 radələrində hər gün mən yuxuda duram. Deyirəm, bax qardaşım, Peyğəmbərimizin bizə tövsiyəsi var. Çalışın, o başdan oyanın. Ey Rəbbim, ümmətimin o başdanlığına bərəkət ver, deyir. Sən saat 12-də yuxudan durmaqla hansı işin sahibi ola bilərsən? Axı, qardaşım, bu işlər dua vasitəsi ilə deyil. Bizim xalqımızın da gözəl bir deyimi var. Səndən bərəkət, səndən hərəkət Allahın adından deyilir də, məndən bərəkət deyə. İnsan hərəkət etməlidir, çalışmalıdır, zəhmət çəkməlidir. Bəziləri sanki elə hesab edirlər ki, dua vasitəsi ilə və yaxud sehir cadu vasitəsi ilə hansısa məqsədə çatacaqlar. Əsla, bu mümkün deyil. Biz bunu heç peyğəmbərlərimizin həyatında belə görmürük. Hansısa bir peyğəmbər otursun məscidin ortasında səhərdən axşama, axşamdan səhərə qədər dua eləsin, filan işim düzəlsin deyə bir şey yoxdur. Ya o dua yazıb versin. Bəli. Ona görə də insanlar biraz da zəhmətə çalışmalı. Sizin də vurğuladığınız kimi ağla, məntiqə üstünlük verməlidirlər.